Değerli yoldaşlar, Dehli Sultanlığında idarə etmə sistemi. Dehli Sultanlığında dövləti sultan idarə edirdi. Mütləq hakim, qeyri-məhdud hakimiyyətə malik sultan. Ondan sonra gələn bir vəzifə vardı, baş vəzir. Baş vəzir həm hərbi, həm də mülki işlərə nəzarət edirdi. Vilayətləri valilər, dairələri rəislər idarə edirdi. Göründüyü kimi, deməli, Dehli Sultanlığı inzibati cəhətdən həm vilayətlərə, həm də dairələrə bölünürdü. Vilayətlər daha böyük ərazilərə, nisbətən kiçik ərazilərə isə dairələr malik idi. Qazılar, ümumiyyətlə, İslam dövlətlərində qazılar məhkəmə işlərinə nəzarət edir, hamısında da belədir. Hindistanda sosial yönümlü iki dəyişiklik var idi, yəni fərqlilik vardı. Onlardan biri müsəlman təbəqə, yəni müsəlmanlar, müsəlman əhali dövlət xalqı adlanırdı. Amma hindlilər isə himayəyə götürülmüş, himayə edilmiş xalqlar adlanırdı. Deməli, belə tabeçilik, yəni bütün Hindistanın tutulması baş versə də Dehli Sultanlığı zamanında bəzi Hind racələri ki var, onlara müstəqillik verilmişdi, daxili müstəqillik verilmişdi. Sənətkarlıq müəssisələrinə Dehli Sultanlığında karxanalar deyirdilər, karxanalar. Dehli Sultanları da bu karxanaların sayını artırmaqda maraqlı idilər. Dəyərli yoldaşlar, torpaq mülkiyyəti formaları Dehli Sultanlığında bir növ İslam dövlətlərində olan torpaq mülkiyyəti formalarında yuxarı aşağı bir-birinə oxşarlıqları çoxdur. Burada da biz onu görəcəyik. Dövlət torpağı, dövlət torpaq mülkiyyəti forması. Dövlət ümumiyyətlə torpağın əsas mülkiyyətçisi idi. Hətta bütün meşə və çəmənlər, yəni əkin sahələrindən bir yana o ayrı, meşə və çəmənlərinin hamısı dövlət mülkü idi. Dövlət torpaqlarının dövlət torpaqlarından toplanan gəlir sultan sarayının saxlanması üçün əsasən xərclənirdi və o vergini həmin torpaqlardan icma başçıları toplayırdı. Sonra gəlir xas torpaqları. Xas sultan ailəsinə məxsus torpaqlar idi. Burada kəndliləri işlədirdilər, sultanlar və ailəsi və həmin kəndlilərə maaş verirdilər, dəyərli yoldaşlar. Sonra gəlir iqta, tipik olaraq İslam dövlətlərinin şərti torpaq mülkiyyəti formasıdır. Amma Dehli Sultanlığında bunun sahibinə zəmindar deyirdilər. Zəmindar iqta sahibləridir. Həm mülki, həm hərbi xidmət müqabilində alınan torpaqların sahibləri. Mülk, bütün İslam coğrafiyasında orta əsrlərdə feodalların şəxsi mülkiyyəti hesab olunur. Vəqf eyni zamanda İslam coğrafiyasında dini torpaqlardır. Burada alimlər üçün, sonra dini xadimlər üçün, onların yaşaması üçün deməli xərclənən gəlirlər ki var, o vəqf torpaqlarından alınırdı. İcma torpaqları kənd icmasına məxsus torpaqlar idi və onlar kəndlilərin şəxsi torpaqları deyildi. İcma şəklində onlar icarəyə götürülmüşdü və onlar əkib becərirdilər, dövlətə də vergilərini ödəyirdilər. Dəyərli yoldaşlar, deməli, Dehli Sultanlığı mövzusu bu qədər, izləmədə qalın. Davam edirik.